Deməli, birinci dərsimiz olur fən kurikulumuna aid terminlərin təsviri. Burada əsas olaraq 4 dənə termin öyrənəcəyik. Baxın, o terminlərdən əvvəl əsas məsələ nəyə? Birinci onu izah eləyək, sonra keçək terminlərin izahına. Çünki birinci bunu bilməliyik ki, sonra o biriləri bilək. Deməli, bu 9-cu sinif Azərbaycan dili fənni üzrə bizə verilən məzmun xəttidir, əsas standartdır və alt standartdır. Birinci, bunları qısa olaraq öyrənək ki, sonra verilən terminləri dərk eləyə bilək, anlaya bilək ki, nə demək istəyirik. Bax, biz 9-cu sinif üzrə bir dərs keçmək istəyirik, düzdür? Və dərs zamanı bizə verilir alt standart. Alt standartı biz nə etməliyik? Dərs müddətində reallaşdırmalıyıq. Və alt standart gördüyünüz kimi açıqlanmış bir cümlədir. Yəni, alt standart deyil, mürəkkəb cümlənin növlərini fərqləndirir. Alt standartda deyilən sözlər budur. Və alt standart əsas standartdan çıxarılır. Görürsünüz, əsas standartda deyir ki, dil qaydalarını mənimsədiyini nümayiş elətdirir. Bax, burada ümumi bir fikir var. Alt standartda isə ümumi fikrin daha da açıqlanmış bir versiyasıdır. Daha da açıqlanmış, konkretləşmişidir. Daha dəqiqidir. İndi əsas standartdan yuxarıda dayanan məzmun xəttinə baxaq. Məzmun xəttində isə ümumilikdə dil qaydaları yazıb. Gördüyümüz kimi məzmun xətti ümumidir. Orada bizə konkret olaraq bir ümumi bir şeydən danışılır, dil qaydalarından danışılır. Əsas standart məzmun xəttinin daha da ümumi versiyada açıqlanmışıdır. Ümumi versiyada açıqlanmışıdır. Alt standart isə daha da açıqlanmış versiyada, konkret bir versiyada bizə verilən cümlədir ki, biz o alt standartdan istifadə edərək təlim nəticəmizi müəyyənləşdiririk və ona uyğun olaraq da dərsimizi qururuq. Bax, qısacası bunu bilin hələ ki, bu dediklərimizi. Ondan sonra, onları deyəndən sonra, izah eləyəndən sonra yenidən məzmun xətti, əsas standart və alt standarta qayıdacağıq. Bir də burada olan hissədən nədən deyim? Nömrələr var burada, rəqəmlər var burada. Gördüyünüz kimi 4, 4, 1, 4, 1, 1. Bax, həmişə qarşıda duran tək birinci rəqəm bildirəcək nəyi? Məzmun xəttini. Hər hansısa bir fənnin məzmun xəttini bildirəndə hansına baxırıq? Lap birinci qabaqda dayanan rəqəmə. Sonra əsas standart, görürsünüz 2 dənə rəqəm var burada. 4-1 əsas standartını burada göstərir. 4-1 əsas standart nədir? Dil qaydalarını mənimsədiyini nümayiş elətdirir. Alt standart isə 4-1-1-dir. Yəni alt standartda dəyişə bilər, əsas standartda dəyişə bilər. Amma əsas standart tez-tez dəyişmir. Əsas standartda verilən, belə deyək, bilik və bacarıqlar reallaşdırılandan sonra dəyişir. Alt standart isə daimi dəyişən bir şeydir. Alt standart hər dərs demək olar ki, dəyişir. Və biz alt standartı reallaşdırmaqla əsas standarta çatmış oluruq. Alt standartı reallaşdırmaqla. Əsas standartı reallaşdırmamız da elə məzmun xəttini reallaşdırmamız deməkdir. İndi bunu dediyim kimi, bu hissə əvvəl giriş hissədir. Bunların bir-birinin asılılığını bilin deyə əvvəldə bunun izahını verirəm ki, sonra dərsin izahını verəndə daha rahat dərk eləyə biləsiniz. Sonra yenidən olsa dərsin sonunda bura qayıdacağım. Gəldik indi əsas məsələ dərsin giriş hissəsinə. Deməli, kurikuluma aid terminlər 4 dənədir. Ümumi təlim nəticələri var, məzmun xətti var, əsas standart var və alt standart var. Deməli, ümumi təlim nəticələri nə deməkdir? Ümumi təlim nəticələri mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bu nə deməkdir? Biz nə edirik? Hər hansısa bir belə deyək də, bilik və bacarığı əvvəlcədən nəzərdə tuturuq və bunu təlim nailiyyətləri formasında əvvəlcədən müəyyənləşdiririk ki, sonda biz hara çatacağıq? Bax, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilən təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Yəni, bilik bacarığı biz əvvəlcədən müəyyənləşdiririk və sonda hara çatacağımızı müəyyən edirik ki, bu harada olur? O olur ümumi təlim nəticələrində. Ümumi təlim nəticələri 3 hissədən ibarətdir. Şagirdlərin əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyən olunmasıdır. Hansı 3 hissədən ibarətdir? Fənn üzrə təhsil səviyyələri üçün təlim nəticələri, yəni şagirdlər 1-ci sinifdən 4-cü sinifə qədər, 5-9 və tam orta 10-11-ci siniflərin sonunda, yəni səviyyələrin sonunda hansı biliyə, hansı bacarığa yiyələnəcəklər o. Birinci göstərir onu. Yəni, fənn üzrə təhsil səviyyələri üçün təlim nəticələri. Birinci göstərir onu ki, uşaqlar ibtidainin sonunda, ümumi ortanın sonunda və tam ortanın sonunda hansı bilik, bacarıqlara yiyələnəcəklər. Bunu göstərdi nə? Burada yazılan birinci. İkinci, məzmun xətti üzrə təlim nəticələri. İndi dedik, oradakı məzmun xətti var. Məzmun xətti nədir ümumiyyətlə? Məzmun xətti bizə verilən fənnin əsas xəttidir, ana xəttidir, leytmotividir.
fəndə şagirdi formalaşdıra biləcəyi bacarıqlara görə müəyyənləşir. Və burada da yazılan məzmun xəttini tam olaraq izah eləyəndə tam olaraq biləcəyik burada nə demək istəyir. Və burada bizə verilən ikinci nədir? Məzmun xətti üzrə təlim nəticələridir. Deməli, ümumi təlim nəticələrinin ikincisi oldu nə? Məzmun xətti üzrə təlim nəticələri. Baxırıq üçüncüsünə. Fənn üzrə sinifin sonu üçün təlim nəticələri. Yəni, bir ilin sonunda uşaqlar hansı biliyə, bacarığa yiyələnəcəklərsə, həmin bilik, bacarıqlar harada göstərilir? Fənn üzrə sinifin sonu üçün təlim nəticələrində göstərilir. Və o da ümumi təlim nəticələrinin bir hissəsidir. Deməli, ümumi təlim nəticələri nə demək idi? Təlim nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməyi demək idi və ümumi təlim nəticələri 3 hissədən ibarət olur. Şagirdlərin əldə edəcəkləri biliklər, bacarıqlar, yəni ümumi təlim nəticələri 3 hissədən ibarət olur. Fənn üzrə təhsil səviyyələri üçün təlim nəticələri, məzmun xətti üzrə təlim nəticələri, fənn üzrə sinifin sonu üçün təlim nəticələri. İndi bir neçə nümunə göstərək, bunu da tam dərk eləyəsiniz nə demək istəyir. Baxın, məsələn, burada fənn üzrə təhsil səviyyələri üçün təlim nəticələri verib. Oxumağa, əzbərləməyə ehtiyac yoxdur bunlara. Sadəcə olaraq burada yazdığım hissə sırf sizə bəhs almaqdan ötürü yazılan hissədir burada. Baxın, Azərbaycan dili fənnində ibtidai təhsil səviyyəsində şagird nələri bilməlidir? Ümumi ortada nələri bilməlidir? Və tam ortada nələri bilməlidir? Bu sizə verilir. Və bunu bizə verən kimdir? Bunu bizə verən dövlətdir ki, ay müəllim, bax, filan səviyyənin sonunda şagird bu nailiyyətlərə yiyələnməlidir. Bunlar olur nə? Fənnin, səviyyələrin sonu üçün təlim nəticələri. Bunlar ayrıcana verilir. Keçirik ikinciyə. Bax, məzmun xəttləri üzrə təlim nəticələri. Məzmun xəttləri dedik nə idi? Məzmun xəttlərini də açıqlayanda tam olaraq bunu dərk eləyəsiniz. Hər hansısa bir fənnin bir neçə sahəsi var. Yəni, bir fənn bir neçə sahədən ibarətdir. Bir fənn bir neçə, belə deyək də, əsas hissədən ibarətdir. Və həmin fənnin bir neçə əsas hissəsini üzrə bizə təlim nəticələri verilir. Məsələn, Azərbaycan dilində 4 dənə məzmun xətti var. Dinləyib anlama, oxu, yazı, dil qaydaları. Və burada ikisini göstərib bizə. Azərbaycan dili fənni üzrə, dinləyib anlama üzrə, məzmun xətti üzrə verilən nəticələr və oxu məzmun xətti üzrə verilən nəticələri bizə göstərib. Baxırıq ki, bax, burada birincini oxuyuram, baxın eləcənə. Deyir, danışanın fikrinə münasibət bildirir. Yəni, dinləyib anlayır. Bu məzmun xətti üzrə bizə nə göstərir burada? Bir təlim nəticəsi göstərir. Və bu təlim nəticələrini bizə kim verir dedik? Dedik, dövlət verir. Sonra, oxu məzmun xətti üzrə nəticəyə baxırıq, birinə baxaq. Deyir, mətni düzgün, sürətli, ifadəli şəkildə oxuyur. Şuurlu oxuyur. Görürsünüz, oxu məzmun xəttindən bağlıdır. Yəni, burada verilən təlim nəticəsi harada, belə deyək, biz bunu reallaşdırırıq? Sonda. Və bu sonda reallaşdırdığımız təlim nəticəsi nə üzrədir? Məzmun xətti üzrə təlim nəticəsidir. Bax, burada verilən məzmun xətti üzrə sonda reallaşdırmalı olduğumuz təlim nəticəsidir. Deməli, bu da ikinci. Getdi belə. Gəlir üçüncüyə. Fənn üzrə sinifin sonu üçün təlim nəticələri. Baxın, hər sinifin sonunda biz müəyyən təlim nəticələrinə çatmalıyıq. Məsələn, burada 5-ci sinifin Azərbaycan dili fənni üzrə verilir. Burada da 6-cı sinifin yenə də Azərbaycan dili fənni üzrə verilir. Təlim nəticələri. Oxuyası olsaq, görərik ki, sırf bunları elmək, yəni bunlar bizə verilən 5-ci sinifin sonunda şagirdin Azərbaycan dilindən nələrə yiyələnəcəyini bilməyimizdir. Yəni, bunları bilirsənsə, deməli biləsən ki, şagird 5-ci sinifin sonunda Azərbaycan dilindən nələrə yiyələnəcək, nələri biləcək. Amma bir müəllim olaraq, ümumi olaraq təlim nəticələrini biz məcbur əzbər bilməli deyilik. Onsuz da bu təlim nəticələri verilən hər 3 təlim nəticəsi, bax burada verilən, yəni ümumi təlim nəticələri bizə dövlət tərəfindən verilir. Və metodik vəsaitlərdə biz bundan tanış ola bilərik. Həm səviyyələr üzrə, həm məzmun xəttləri üzrə, həm sinifin sonu üçün. Amma metodik vəsaitdə verilən həmişə çox vaxt üçüncü olur. Metodik vəsait bir illikdir deyə, bir dərs il üçündür deyə, yəni bir sinifin sonu üçündür deyə. Orada biz fənn üzrə sinifin sonu üçün təlim nəticələrini metodik vəsaitdə görə bilərik. Aydındır? Ümumi təlim nəticələri bölündü 3 yerə. Səviyyələr üzrə təlim nəticələri, məzmun xətti üzrə təlim nəticələri, fənnin siniflərin sonu üçün olan təlim nəticələri. Desək ki, biz bunlar içərisində hansını daha uzun müddətə reallaşdırırıq, yəni vaxtımız çox gedir bunu reallaşdırmağa. Deyəcəyik, bax bu birincini, səviyyələr üzrə olan təlim nəticələrini. İl üzrə olan yox, səviyyələr üzrə olan təlim nəticələri. Çünki səviyyələr üzrə, səviyyələr bir neçə ildən ibarətdir. Amma ən tez müddətdə hansını reallaşdıra bilərik desək, ümumi təlim nəticələri içərisindən. Ən tez müddətdə reallaşdırılan olur hansı?
Sinifin sonu üçün təlim nəticəsi. Çünki biz sinifin sonu üçün təlim nəticəsini 1 illik tuturuq deyə, 1 ilin sonunda həmin belə deyək, təlim nəticələrini reallaşdıra bilərik. Bundan əlavə, gündəlik planlaşdırmada bəs biz dedik ki, hansı təlim nəticələrindən istifadə edirik? Ümumi təlim nəticələri içərisində üçüncüdən, yəni fənnin sinifin sonu üçün təlim nəticələrindən istifadə edirik. Çünki 1 ilin sonunda öyrətməli olduğumuz şagirdlərin bilməli olduğu bilik və bacarıqlar harda göstərilir? Sinifin sonunda göstərilir, düzdürmü? 1 ilin sonunda. Və bu da il üçün olduğuna görə biz gündəlik, illik planlaşdırılmada fənn üzrə sinifin sonu üçün təlim nəticələrini nə edirik? Planlaşdırmamızda qeyd edirik. Deməli, gec müddətdə reallaşdırılan oldu birinci, daha tez müddətdə reallaşdırıla bilən oldu hansı? Üçüncü. Və dedik ki, illik planlaşdırmada biz hansını veririk? Və burada yazılan üçüncü. Yəni, sinifin sonu üçün təlim nəticələrini bildiririk. Bu belə təlim nəticələri. Yəni, çətinləşdirməyə lazım deyil. Sadəcə olaraq orada yazdığım o uzun hissələr göstərmək üçün olan hissələrdir. Əsas bilməli olduğunuz, öyrənməli olduğunuz yer buradır. Bu belə. Ümumi təlim nəticələrindən bağlı keçdik. Və ümumi təlim nəticələri 3 dənədir. Bir də təkrarlayıram ki, ümumi təlim nəticələrini bizə verir kim? Dövlət. Sonra, ümumi təlim nəticələri məncə getdi. Buna gələk bir dənə plus qoyaq. Gəldik ikinci hissəyə. İkinci nədir? İkinci məzmun xəttidir. Bax, məzmun xəttinin tərifi nədir? Bir fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olmuş məzmunun zəruri hissəsidir. Bax, dedik ki, ümumi təlim nəticələri 3 yerə bölündü. Biz ümumi təlim nəticələrini reallaşdırmaqdan ötürü mütləq formada məzmun xəttlərindən istifadə edirik. Və məzmun xətti necə formalaşır? Məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarığa uyğun olaraq formalaşır. Nə deməkdir? İndi onun açıqlamasını verəcəyik. Həllci tərifini oxuyuruq eləcə. Məzmun xətti fənnin ana xəttidir, leytmotividir. Ona görə də heç vaxt dəyişmir. İndi gələk bunun izahına. Yəni deyir, ümumi təlim nəticələrini reallaşdırmaq üçün müəyyən olunmuş sahələrdir. Nələr? Məzmun xəttləri. Deməli, məzmun xətti nəyə xidmət edir? Ümumi təlim nəticələrinin reallaşdırılmağına xidmət edir. Aydındır? Məsələn, Azərbaycan dili fənni üzrə təlim nəticələrini reallaşdırmaq üçün, yəni ümumi təlim nəticələrini reallaşdırmaq üçün bizim 4 dənə məzmun xəttimiz var. Yəni 4 dənə sahəmiz var. Bu 4 dənə sahə nəyə uyğun olaraq çıxarıldı? Fənnin şagirddə formalaşdırdığı bacarığa uyğun olaraq formalaşdırıldı. Yəni, Azərbaycan dili fənni şagirddə hansı bacarıqları formalaşdıra bilər? Məsələn, dinləyib anlama, oxu, yazı və dil qaydaları. Azərbaycan dili deməli, şagirddə müəyyən bacarıqları, yəni dinləyib anlama danışmanı, oxunu, yazını və dil qaydaları, belə deyək, bacarıqlarını formalaşdıra bilər. Və formalaşdırılan bu bacarıqlar nəyin reallaşmasına gətirib çıxarır? Təlim nəticələrinin reallaşdırmasına gətirib çıxardır. Biz bu 4 sahədən istifadə eləyərək sonda gedib hara çatırıq? Ümumi təlim nəticələrinə çatırıq. Yəni, sondakı nailiyyətlərimiz var idi. Ora çatırıq. Nə ilə? Məzmun xəttini. Demək olar ki, onda biz məzmun xəttinin 4 sahəsinə 4 yol da deyə bilərik. Yəni, biz məzmun xətti bizə aparan yoldur və yol 4 hissədən ibarətdir. Biz bu yolda dinləyib anlama danışmadan, oxudan, yazıdan və dil qaydalarından istifadə eləyərək gedib sonda nəyə çatdıq? Gedib sonda çatdıq hara? Ümumi təlim nəticələrinə. Bu da belə. Sonra indi bir dənə də izah edəcəm, yenə də bunu açıqlama ilə tam onda görə bilərsiniz. Bax, deyir, məzmun xəttləri dəyişməzdir. Yəni, hər fənnin məzmun xəttləri siniflər dəyişsə də nə edir? Həmişə eyni qalır. Məsələn, Azərbaycan dilinin 4 dənə məzmun xətti 1-ci sinifdən 11-ci sinifə kimi dəyişmir. Gələk Azərbaycan dilinə, çünki bu hamımızın istifadə etdiyimiz dildir, ona görə Azərbaycan dilindən daha çox danışırıq. Baxın bura. Bax, Azərbaycan dilinin 4 dənə məzmun xətti var. Dinləyib anlama və danışma, oxu, yazı və dil qaydaları. Biz bu 4 dənə məzmun xəttini siniflər üzrə heç vaxt dəyişmirik. Və 4 dənə məzmun xətti sonda biz aparır hara? Ümumi təlim nəticələrinə çıxardır. Və biz 11 il ərzində dinləyib anlama danışmadan, oxudan, yazıdan istifadə mütləq formada eləyirik. Bütün məzmun xəttlərindən. Hər birindən istifadə olunur və hər məzmun xətti bayaqları yuxarıda göstərdiyimiz kimi nəyə görə formalaşırdı? Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarığa uyğun olaraq müəyyənləşirdi. Məsələn, birini də göstərim. Deyək ki, baxın burada, Azərbaycan tarixi. Baxın bura. Bu məzmun xəttlərinə baxaq. Azərbaycan tarixi bizə nəyi öyrədir?
tarixi zamanı öyrədir, tarixi məkanı öyrədir, dövləti öyrədir, şəxsiyyəti öyrədir və mədəniyyəti öyrədir. Düzdür? Yəni bizdə formalaşdırdığı bacarıqlar bunlarla bağlıdır deyə Azərbaycan tarixi fənninin 5 dənə məzmun xətti olur. Oldu tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Məsələn, dilinə də baxaq. Məsələn, deyək, qoy rahat olsun deyə, gəlin baxaq coğrafiya. Mənim fənnim dediyi. Bax, coğrafiyada 3 dənə sən məzmun xəttindən istifadə edirsən. Coğrafi məkan, təbiət və cəmiyyət. Yəni sən coğrafiyada 3 dənə məzmun xətti, 3 dənə sahə üzrə öyrənərək sonda gedib təlim nəticəsinə çatırsan. Baxın, sənin təlim nəticələrin var, sonda ümumi təlim nəticələrin, ümumi təlim nəticələrin. Və sən coğrafi məkandan, bax qoy bunu belə bölüm. Birinci coğrafi məkandan, ikinci təbiətdən, üçüncü isə cəmiyyət, belə deyək də, məzmun xəttindən istifadə edərək gəlib çatırsan nəyə? Ümumi təlim nəticələrinə. Və sən bunu, coğrafi məkanı, təbiəti və cəmiyyəti hər sinifdə istifadə edirsən və bu heç bir sinifdə də dəyişmir. Sən bu məzmun xəttindən məzmun xəttlərindən istifadə edərək sonda çatırsan ümumi təlim nəticələrinə. Bu da belə. Ümumiyyətlə hər bir şəxs öz məzmun xəttini əzbər bilməlidir. İndi PDF atacağam, oradan hər öz məzmun xəttini əzbərləyər. Düzdür, sual-cavabda çox vaxt soruşmuram, amma ola bilsin ki, müsahibə mərhələsində inşallah imtahanı keçərsə, onda 100% soruşmaq ehtimalları kimi bir şey ola bilər. Və yaxud da dərsinizə hər hansısa bir şəxs gəlsə, yoxlama tipli, o sizdən məzmun xəttinizi soruşa bilər ki, müəllim, məzmun xəttlərin nələrdir, onu denən və məzmun xəttlərini nə üçün istifadə edirsən. Bu belə. Gəldi indi məzmun xəttində öyrəndik, keçdi indi əsas standart. Bir dənə buna plus qoyaq. Keçək əsas standart. Əsas standartı çox bilməyimizə ehtiyac yoxdur. Sadəcə olaraq, yəni termindir deyə öyrənirik. Yəni imtahanda da düşmür demək olar ki, hardasa qabağınıza da çıxmayacaq. Əsas bilməli olduğunuz alt standartdır. Alt standartdan bağlıysanız, ona görə daha ətraflı danışacağam. Deməli, əsas standartın tərifi nədir? Əsas standart məzmun xəttini ümumi şəkildə ifadə eləyir. Yəni açıqlama verir, amma ümumi bir açıqlama verir. Tam detaylı açıqlama vermir. Məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Bax, məzmun xəttində bizə verilən yollar var idi. Orada sadəcə olaraq deyək ki, verilmişdi dinləyib anlama, oxu, yazı, dil qaydaları məzmun xətti. Həmin məzmun xəttlərini bizə açıqlayaraq, orada görüləcək işlərin nələr olduğunu bizə istiqamət verir ki, bax, sən həmin məzmun xəttində bu işi görəksən. Deyək ki, bu əsas standartda filan işi görəksən. İndi göstərəcəm sizə. Əsas standart bəzən dəyişir. Nə vaxt dəyişir? Nə vaxt ki, nəzərdə tutulan bilik, bacarıq reallaşırsa, bu zaman nə edirik? Əsas standartı dəyişdiririk. Daha da mürəkkəb reallaşması nəzərdə tutulan standarta keçirik, belə deyək. Əsas standartı o zaman dəyişdiririk ki, deməli, bilik, bacarıq reallaşır. Ondan nə edirik? Daha mürəkkəb əsas standarta keçirik. Bax, indi əsas standartı deyəcəm sonra da. Yenə vurğulayacağım axırda. Yenə də gəlib sonda məzmun xətti, əsas standart və alt standart haqqında onsuz danışacağıq. Baxın, burada əsas standart haqqında verilən hissələr var. Görürsünüz? Bax, bayaqlar biz dedik ki, 4 nədir? Azərbaycan dilində. Baxın burada. Yuxarıda göstərib. 4-cü məzmun xətti Azərbaycan dilində nə idi? Dil qaydaları idi. Yəni silim, daraq. Bax, 4-cü məzmun xətti nə idi? Dil qaydaları. Yəni biz 4-cü məzmun xəttində nə öyrənəcəyik? Azərbaycan dilindəki dilin qaydalarını öyrənəcəyik. İndi gəlirik əsas standarta. Baxın, 1-ci sinifdən 11-ci sinifə qədər əsas standartlar verilib. Görürsünüz, 1-ci sinifdən 4-cü sinifə qədər deyir ki, zəruri dil qaydalarını mənimsədiyini nümayiş elətdirir. Yuxarı keçdikdə isə, yuxarı siniflərdə isə deyir ki, dil qaydalarını mənimsədiyini nümayiş elətdirir. Bax, görürsünüz, əsas standart nə edibdir? Dəyişib. Nə vaxt dəyişib? Nə vaxt ki, bilik, bacarıq reallaşıbdır, 1-ci sinifdən 4-cü sinifə qədər aşağı səviyyəli bilik, bacarıq reallaşıbdır. Ondan sonra nə ediblər? Əsas standartı dəyişiblər. Əsas standart daha da çətinləşib. Amma əsas standart bizə nəyi verir? Əsas standart bizə ümumi bir fikri bildirir. Konkret bir fikir bildirmir. Bax, burada deyilən kimi, əsas standart məzmun xəttini nə edirdi? Ümumi şəkildə ifadə edirdi. Biz burada konkret bilmədik hansı dil qaydasından söhbət gedir, nəyi öyrənməyimizdən söhbət gedir. Ümumi yazılıb eləcənə ki, dil qaydalarını mənimsədiyini nümayiş elətdirir. Yəni, məzmun xəttində verilən dil qaydalarının ümumi şəkildə ifadəsini verdi bizə. Konkret olaraq bizə açıqlamadı əsas standart. Aydındır? Bu da əsas standartın işi. Keçdik indi, buna bir dənə də plus qoyaq. Əsas standart məncə aydın oldu. Yəni, verəcəyimiz izah bu qədərdir.
Keçək indi alt standartın nə olduğunu. Gəldik. Alt standart nədir? Alt standart təhsil alanın, yəni şagirdin biliyinə və bacarığına qoyulan dövlət tələbidir. Dövlət bizim qarşımızda müəllim olaraq tələb qoyur ki, ay müəllim, bax sən şagirddə bilik bacarığı yiyələndirməlisən. Bu həm demək olar dolayı yolla bizim qarşımıza qoyulan tələbdir və şagirdin qarşısına qoyulan həm də tələbdir ki, alt standartı biz şagirdlərdə nə etməliyik? Reallaşdırmalıyıq. Və bu alt standartın içərisində nə var? Alt standartın içərisində var bilik və bacarıq. İndi gələk alt standarta. Biz bayaqları məzmun xəttinə baxdıq, ondan sonra baxdıq nəyə? Əsas standart, indi baxırıq alt standarta. Baxın, burada alt standartda deyir ki, məsələn 4-1-1 alt standartından söhbət gedir. Bayaqları bax burada məsələn hansıdır qoy bir dənə işarə edimə baxım. Deyək ki 6-cı sinif üzrə baxın, işarələmişəm burada. Dil qaydalarını mənimsədiyini nümayiş elətdir. İndi baxırıq 6-cı sinif üzrə. Bax, cümlənin qrammatik əsasını müəyyənləşdirir. Gördünüz hansı qaydanı öyrənir. Alt standartda konkret olaraq göstərir ki, bizə cümlənin qrammatik əsasını müəyyənləşdirir. Burada konkretləşdi. Məzmun xəttində ümumi dil qaydaları idi. Əsas standartda ümumi olaraq verilmişdi ki, dil qaydalarını öyrəndiyini nümayiş elətdirir. Burada isə bizə konkret olaraq deyir ki, şagird cümlənin qrammatik əsasını müəyyənləşdirir. Bu daha da konkretləşdirilmiş versiyasıdır. Harda? Alt standartda. Və alt standart dedik nədir? Alt standart biliyə, bacarığa qoyulan dövlət tələbidir. Aydındır? Məncə bura qədər olan sizə aydın olar. Əsas standart, alt standart, bir də məzmun xətti. Alt standart haqqında olan xüsusiyyətləri deyib, sonundan yerindən vurğulayacağam. Tam onları onda dərk eləyə bilərsiniz. Gəldik indi alt standarta aid xüsusiyyətlərə. Alt standartın özünə aid xüsusiyyətlər var. Hansılardır? Birinci nədir? Alt standarta biz nə deyə bilərik? Həm də məzmun standartda deyə bilərik. Yəni testlərdə görsəz qarışıq salmayın. Ayda məzmun standartı nə idi? Mən bunu birinci səfərdə görürəm falan. Qarışıq salmayın. Alt standart həm də nə adlanır? Həm də adlanır məzmun standartı. Sonra ikinciyə baxırıq. Deyir, təlimdə davamlı inkişafı təmin edir. Yəni alt standart 1-ci sinifdən 11-ci sinifə qədər olaraq davamlı olaraq dəyişir. Baxın, əsas standart yuxarıda bayaq göstərmişdim. Görürsünüz, əsasən dəyişirdi. Yalnız səviyyələr arasında dəyişib. İbtidai səviyyədən ümumi ortaya keçəndə dəyişibdir. Ondan sonra dəyişmə yoxdur. Hamısı eyni qalıbdır. Amma alt standarta baxın bir dənə burada. Görürsünüz, alt standart 1-ci sinifdən 11-ci sinifə qədər nə edibdir? Daimi olaraq dəyişibdir və çətinləşə də gedibdir. Məsələn, 1-ci sinifdə səs və hərfləri fərqləndirirsə şagird, 2-ci sinifdə sait və samit səsləri fərqləndirir. Görürsünüz, səs hərfi fərqləndirmək yara, sait, samit səsləri fərqləndirmək yara. Getdikcə nə edir? Siniflər artdıqca alt standartda nə edir? Çətinləşir. Bu da alt standartın ikinci xüsusiyyəti. Keçdik üçüncüyə. Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Yəni, mən alt standarta baxmaqla, məsələn, burada dediyim, cümlənin qrammatik əsasını müəyyənləşdirir alt standartına baxmaqla və yaxud da mürəkkəb cümlənin növlərini fərqləndirir alt standartına baxmaqla dərsdəki üsulumu, taktikamı, iş formamı seçə bilərəm. Nəyə baxdım, seçdim? Alt standarta baxdım. Sonra, təlimin məqsədini mən nəyə uyğun olaraq çıxardıram? Alt standarta uyğun olaraq çıxardıram. Düzdür, təkmilləşdirilmiş kurikulumlarda biz deyirdik ki, elə təlim nəticəsi olaraq alt standartın özü verilir. Amma təkmilləşdirilməmiş kurikulumlarda biz gündəlik olaraq dərs zamanı təlim nəticəsi çıxardırıq. Və həmin təlim nəticələrini hardan çıxardırıq? Həmin təlim nəticələrini çıxardırıq alt standartlardan. Bax, gündəlik təlim nəticəsi və yaxud da dərsin məqsədi eyni, sinonim olan terminlərdir. Və bu sinonim olan terminlər, yəni eyni olan şey hardan çıxarılır? Alt standartdan çıxarılır. İndi biz bunu keçmişdik, əvvəlki uşaqlar bilir təlim nəticəsinin nə olduğunu. Bəlkə də bəziləriniz deyə bilərsiniz ki, ay müəllim, biz təlim nəticəsindən danışanda dərsin təlim nəticəsini vurğulamadıq axı heç. Biz eləcə ümumi təlim nəticələrindən danışdıq və ümumi təlim nəticələrini də 3 yerə böldük. Bəli, biz burada ümumi təlim nəticələrindən danışdıq, çünki ümumi təlim nəticələri 3 dənədir. Və yuxarıda göstərilən kimi. Burada göstərilən kimi. Bir dəqiqə göstərim, tam olaraq gözünüzdə görsün. Və burada göstərilən kimi. Amma alt standartdan çıxarılan təlim nəticələri onun ümumi təlim nəticələrinə aidiyyatı yoxdur. Çünki o ümumi təlim nəticəsi sayılmır. O bir dərs üçün çıxarılan təlim nəticəsi sayılır. Aydındır? Yəni ümumi təlim nəticəsi olur 3 dənə. Alt standartdan çıxarılan təlim nəticəsi isə ümumi təlim nəticəsi sayılmır. O dərsin təlim nəticəsi sayılır. Və onun növbəti dərslərdə onsuz da keçəcəyik. Onda yenidən alt standart hissəsinə qayıdacağıq. Alt standartı yenidən adını çəkəcəyik. Alt standartı yenidən vurğulayacağıq. Belə.
Bu da 4-cü hissəsi. Gəldik 5-ciyə. Deyir, summativ qiymətləndirmənin aparılmasını təmin edir. Yəni, sual hazırlayarkən diqqət yetirilməli olan məqam odur ki, alt standartdakı hansı bilik, bacarıq varsa, suallar da onları qiymətləndirsin. Yəni, alt standartdakı biliyin, bacarığın, məsəl üçün deyirəm, buradakını göstərim. Mürəkkəb cümlənin növlərini fərqləndirməkdirsə, müəllim gedib sualları başqa bir alt standarta uyğun yazmasın. Aydındır? Məsələn, 4-1-1 alt standartına uyğun müəllim sual yazmalıdır. Summativi buna uyğun olaraq eləməlidir. Müəllim gedir 3-1-2 alt standartına uyğun suallar tərtib edir. Bu düzgün yanaşma deyil. Müəllim alt standarta baxıb, alt standartdan uyğun formada nə etməlidir? Summativ qiymətləndirmə aparmalıdır. Bu da 5-ci. Gəldik 6-cıya. Təlimdə inteqrativliyi təmin edir. Biz dedik ki, inteqrativlik həm də nə idi? Kurikulumun əsas prinsiplərindən biri idi. Deyirdik ki, inteqrativlik prinsipində nədən danışırdıq? Deyirdik ki, təlimin məzmun komponentlərinin bir-biri və həyatla sistemli şəkildə əlaqəsi demək idi. Düzdür? İndi də burada təlimin inteqrativliyi təmin edən deyirik nədir? Alt standartlardır. Yəni, alt standartlar təlimdə əlaqəni təmin edir. Öyrənmə zamanı əlaqəni təmin edir. Bəs yaxşı, inteqrativlik, yəni inteqrasiya neçə hissədən ibarət desək, olur 3 hissədən. Fən daxili, fənlər arası, fən üstü. Gəldik ilk olaraq ikisini başa salaq, sonra fən daxiliyə qayıdarıq. Bax, fənlər arası inteqrasiya nədir? Fənlər arası inteqrasiya 2 və daha artıq fənin bir-birindən əlaqəsidir. Bu nə deməkdir? Məsələn, deyək ki, mən dərs keçirəm. Üzrsən? Dərs keçən zaman, məsələn, coğrafiyadan hər hansı bir mövzunu keçən zaman həmin mövzunu tarixlə əlaqələndirirəm və yaxud da fizika ilə əlaqələndirirəm və yaxud da deyək ki, biologiya ilə əlaqələndirirəm. Yəni, mən nə edirəm? Mövzunu keçən zaman, deyək ki, ətraf mühitin çirklənməsi ilə bağlı bir mövzudur mövzumuz. Ətraf mühiti necə qoruyaq adlı bir mövzudur. Ətraf mühiti necə qoruyaq adlı bir mövzuda. Mən orada, məsəl üçün, suda olan heyvanların, belə deyək, zəhərlənməyindən, onların, belə deyək, balıqların zəhərlənməyindən, həmin balıqlardan qidalanan insanların zəhərlənməyindən, ümumilikdə ətrafda olan ekosistemin dağılmağından söhbət edirəmsə, yəni bir neçə, belə deyək, fənnə toxunmuş oluram. Burada deyək ki, həm suyun tərkibinin dəyişməsindən söhbət gedir, bu kimya ilə bağlıdır. Və yaxud da deyək ki, məsələn, insanların təsiri ilə bağlı söhbət gedir, bitkilərin və heyvanların zərər görməyindən söhbət gedir, bu biologiya ilə bağlıdır. Yəni, bir neçə fənni nə edirəm? Əlaqələndirirəm. Əlaqə qururamsa bir neçə fənn arasında, bu hansı inteqrasiya olur? O olur fənlər arası inteqrasiya. Məncə, fənlər arası inteqrasiya aydın oldu. Gəlir fənn üstü inteqrasiya. Fənn üstü inteqrasiya nədir? Fənn üstü inteqrasiya fənnin həyatla əlaqəsidir. Biz deyirik ki, dərsdə keçdiklərimizi, yəni mövzuda verilən alt standartları, hansısa bilik, bacarığı öyrənən zaman nə edirik? Həyatla əlaqələndiririk həmin dərsi. Həmin mövzunu həyatla əlaqələndiririk. Deyək ki, məsələn, müəllim şagirdlərə əhalinin, belə deyək, yaşam tərzi haqqında, əhalinin sayı haqqında bir dərs keçir. Mən bunları coğrafiyada ona görə verirəm ki, çünki ümumiyyətlə coğrafiyada inteqrasiya qurmaq daha rahatdır mənim üçün, fənnim olduğuna görə. Məsələn, deyək ki, əhali ilə bağlı müəllim deyək ki, uşaqlara bir layihə verir və uşaqlar layihəni yerinə yetirməyə başlayırlar. Burada əhalinin hansı ərazidə yaşadığı, əhalinin daha çox ölkələrindən söhbət gedir. Kənddə mi yaşadığı, şəhərdə mi yaşadığı, şəhər əhalisinin necə, hansı işlərlə məşğul olduğu, kənd əhalisinin hansı işlərlə məşğul olduğuna bağlı müəllim bir şagirdlərdən təqdimat, layihə hazırlamağını təqdim istəyir və şagirdlər nə edirlər? Şagirdlər başlayırlar fəaliyyətə. Əgər bu fəaliyyət, baxın, bunu yadınızda saxlayın, bu həm də testin izahı kimidir. Əgər bu fəaliyyət yalnızca təsəvvürdən ibarətdirsə, yəni şagirdlər dərs sinif otağından kənara çıxmadan, gedib hər hansısa, belə deyək də, ətrafda tədqiqatı eləyərək və yaxud da ki, insanlardan sorğu alaraq, insanların, belə deyək, içərisində sinif mühitindən kənara çıxaraq, nəyisə yerinə yetirmirlərsə, tətbiq eləmirlərsə, bu fənn üstü inteqrasiya sayılmır. Əvvəl bunu fənn üstü götürürdük. Amma indi fənn üstü sayılmır. Əgər proses yalnız sinifdə gedirsə, bu fənn üstü inteqrasiya deyil. Əgər burada hesablamadan falan söhbət gedirsə, bu fənlər arası inteqrasiya sayıla bilər. Deyək ki, riyaziyyatdan coğrafiyanın əlaqəsi. Amma verilən proses sinifin daxilinə gedirsə, bu zaman fənn üstü inteqrasiya biz bunu saymırıq. Fənn üstü inteqrasiya biz bunu o zaman sayırıq ki, verilən tapşırıqlar həyatda tətbiq olunsun. Məsələn, deyək ki, müəllim tapşırıq vermişdi əhali ilə bağlı, əhalinin necə yaşamağı ilə bağlı. Şagirdlər deyək ki, 3 gün və yaxud da 2 gün kənd əhalisi və yaxud da şəhər əhalisi qruplara bölünürlər. Bir hissə qruplar şəhər əhalisinin necə yaşayış tərzindən məşğul olduğunu,
digər hissə isə kənd əhalisinin hansı yaşayış tərzində olduğunu və hansı təsərrüfat, hansı işlərlə məşğul olduğunu öyrənirlər, araşdırırlar. Bir-iki gün araşdırdılar və gəldilər bunu təqdim edədilər. Bu zaman olur hansı inteqrasiya? Bu zaman olur fənniüstü inteqrasiya. Yəni fənniüstü inteqrasiyada konkret olaraq həyatla əlaqə qurulmalıdır. Həyatda həmin iş tətbiq olunmalıdır ki, olsun hansı inteqrasiya, olsun fənniüstü inteqrasiya. Yəqin ki, bu da aydın oldu. Keçdik fəndaxiliyə. Fəndaxilinin özü bölünür iki yerə. Şaquli və üfüqi inteqrasiya. Burada biraz qarışacağınız hissə var, amma çalışın qarışdırmayasınız. Şaquli inteqrasiya nədir? Şaquli inteqrasiya sinif-sinif arasında əlaqədir. Bax, yazıram sinif və sinif arasında əlaqədir. Deyək ki, məsələn deyirəm. Deyək ki, məsələn, mən deyək ki, hər hansı bir sinifdə dərs keçmişəm. İndi keçirəm daha doğrusu. 7-ci sinif, 9-cu sinifdə dərs keçirəm və mən 9-cu sinifdə dərs keçən zaman 7-ci sinifdə hər hansı bir əvvəl bu mövzuya oxşar bir mövzu ilə nə edirəm? Dərsi əlaqələndirirəm. Məsələn, siz Azərbaycan dili müəllimi də ola bilərsiniz və ya digər bir qeyri-ixtisas müəllimi ola bilərsiniz. Hər hansı bir sinifdə dərsi keçən zaman əvvəlki sinifdən nə edirsiniz? Sinifdə keçdiklərinizi uşaqlara xatırladırsınız və yaxud onu qarşılaşdırırsınızmı? Ümumi olaraq desək, əlaqə qurursunuz. Bu zaman hansı inteqrasiyadan istifadə eləmiş olursunuz? Şaquli inteqrasiyadan istifadə eləmiş olursunuz. Və burada yazılan nədir? Deyir, müxtəlif siniflərdə eyni məzmun xəttinə aid olan eyni alt standartlar arasındakı əlaqə. Məsələn, bax, belə deyək də, eyni məzmun xətti dediyimiz bayaqları Azərbaycan dilindən yazmışdıq. Məsələn, 4-1-1 alt standartını mən 9-cu sinifdə də keçirəm. 4-1-1 alt standartını mən, məsəl üçün deyirəm, 7-ci sinifdə. Məsələn deyək, bax, burada 4-1-1 alt standartı, buradan göstərib baş almağa çalışıram ki, daha siz aydın olsun. Məsələn, bax, mən şaquli inteqrasiya quran zaman 4-1-1 alt standartını 7-ci sinifdə də keçirəm, 9-cu sinifdə də keçirəm. Deməli, mən bax, neynədim? Cümlənin quruluşa görə fərqləndirmə hissəsindən mürəkkəb cümlənin növlərini neynədim? Əlaqələndirdim. Bax, bu əlaqədən istifadə edirəmsə, yəni eyni məzmun xəttinə aid olan, eyni alt standartlar arasında əlaqə qururamsa, nə etmiş oluram? Şaquli inteqrasiyadan istifadə eləmiş oluram. Aydındır? Məncə aydın olar. Gəldik üfüqi inteqrasiya. Üfüqi inteqrasiya bəs nədir? Üfüqi inteqrasiya deyir ki, bir sinif üzrə müxtəlif məzmun xəttlərinə aid alt standartlar arasındakı əlaqə. Müxtəlif məzmun xətti deyəndə, məsələn, yenə Azərbaycan dilindən bir dənə misal gətirək. Biz dedik ki, Azərbaycan dilində ikinci məzmun xətti nə idi? Oxu. Məsələn, oxu məzmun xəttinin 2, 1, 2 alt standartı ilə hər hansısa sinif üzrə deyək ki, daha doğrusu eyni sinif üzrə, bir sinif üzrə, məsələn, 7-ci sinif üzrə 2-1-1 alt standartı keçirik və 7-ci sinif üzrə 4-1-1 alt standartı keçirik. Bu alt standartlar arasında əlaqə qururamsa, bu olur nə? Bu olur üfüqi inteqrasiya. Amma burada nə olur? Eyni sinif olur. Baxın, eyni sinif olur. Sinif dəyişmir. Sinif nə oldu? 7-ci sinif. Bax, eyni sinif, yəni 7-ci sinif oldu. Mən 7-ci sinifin keçdiyim dərsin 2-1-1 alt standartı ilə 4-1-1 alt standartı arasında əlaqə qurdum. Bu inteqrasiya hansı inteqrasiya oldu? Üfüqi inteqrasiya. Sinifim dəyişdimi? Xeyr, sinifim dəyişmədi. Nəyim dəyişdi? Məzmun xəttlərim dəyişdi. Və məzmun xəttləri arasında olan alt standartlar arasında əlaqə qururuq. Biz məzmun xəttləri arasında heç əlaqə qura bilmərik. Biz alt standartlar arasında əlaqə qururuq. Niyə? Çünki alt standartlar təmin edir inteqrativliyi. Məzmun xəttləri inteqrativliyi təmin eləmir. Ona görə də bütöv formada yazırıq ki, 2-1-1 alt standartı ilə 4-1-1 alt standart arasında nə edirik? İnteqrasiya elədik. Və biz müəllim olaraq, əgər siz belə deyək də, iştiyaçlı olsanız, gündəlik planlaşdırmada da, illik planlaşdırmada siz bu inteqrasiya hissəsinə mütləq formada toxunasınız. Yəni, inteqrasiyanı bildirəsiniz ki, hansı alt standartlar arasında dərsdə inteqrasiya edirsiniz. Bu, illik və gündəlik planlaşdırmada verilir sizə. Belə, məncə inteqrasiya da aydın oldu. İndi gəldik son olaraq əvvəldə belə deyək də, giriş hissədə danışdığımız hissəyə ki, 9-cu sinif fənn üzrə biz danışmışdıq, vermişdik məzmun xəttini, əsas standartı və alt standartı. Yəqin bizə indi tam olaraq aydın oldu ki, biz giriş hissədə nədən danışırdıq? Giriş hissədə biz danışdıq ümumi olaraq məzmun xəttindən, əsas standartdan və alt standartdan. Və bildirdik ki, məzmun xətti nə idi? Məzmun xətti bizə verilən ana xətti idi, əsas xətti idi, leytmotiv idi, heç vaxt dəyişmirdi. Fənnin şagirddə formalaşdırdığı bacarığa uyğun olaraq müəyyənləşirdi. Hər fənnin də özünün ayrıcalığı nəyi var idi? Məzmun xətti var idi. Əsas standart nə idi? Əsas standart məzmun xəttini ümumi şəkildə ifadə edirdi.
və belə deyək, onda olan fəaliyyətləri məzmun xəttində olan belə deyək, əsas olan hissəni ümumi olaraq ifadə edirdi və əsas standart nə edirdi? Fəaliyyətləri bizə göstərirdi ki, biz hansı fəaliyyətlərdən istifadə edəcəyik. Və əsas standart nə olurdu? Əsasən dəyişirdi. Deyək ki, səviyyələr üzrə əsas standartda bayaqlar gördüyümüz kimi dəyişmə oldu. İbtidai sinifdə əsas standart daha asan versiyada idi. Həmin bilik bacarığa yiyələndikdən sonra isə əsas standart nə etdi? Dəyişdi. Dedik ki, əsas standart əsasən dəyişir. Alt standart isə sinifdən sinifə keçdikcə davamlı olaraq nə edirdi? Dəyişirdi. Və alt standart bizim qarşımıza qoyulan və şagirdin də öyrənməli olduğu bilik və bacarıqlara qoyulan dövlət tələbi idi. Dövlət bizim qarşımıza tələb qoyur və şagirdin qarşısına tələb qoyur ki, sən mütləq formada mənim verdiyim alt standartlara nə etməlisən? Mənimsəməlisən, yiyələnməlisən. Və alt standartın özünün də bir neçə xüsusiyyəti var idi. Hər birində sonda bildirdik ki, hansı xüsusiyyətləri var. Belə. Bu da bizim bugünkü nəyimiz? Dərsimiz. Ümumi olaraq qısalaşdırsaq, kurikuluma aid terminlər oldu 4 dənə. Ümumi təlim nəticələri, dedik ki, ümumi təlim nəticələri 3 yerə bölünür. Hansıları idi? Fənn üzrə təhsil səviyyələri üçün təlim nəticələri, məzmun xətti üzrə təlim nəticələri, fənn üzrə sinifin sonu üçün təlim nəticələri. Və ümumi təlim nəticələri nə olurdu? Mənimsənməsi nəzərdə tutulmuş təlim nailiyyətləri idi və bunlar əvvəlcədən müəyyənləşirdi. Dedik ki, ümumi təlim nəticələrini bizə kim verir? Dövlət. Və ümumi təlim nəticələri bizə verilir dövlət tərəfindən və 3 dənə idi. Yəni, dərsin təlim nəticəsindən ümumi təlim nəticəsini çox-çox xahiş edirəm, qatmayın. Dərsin təlim nəticəsi ayrıca alt standartdan çıxarılır. Onun ümumi təlim nəticələrindən eyniliyi yoxdur. Bura aidiyyəti yoxdur. Ümumi təlim nəticələrini dedik. Qısa olaraq gəldik ikinci olan məzmun xəttinə. Məzmun xətti nə idi bəs? Məzmun xətti dedik ki, reallaşdırılması, ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün məzmunun nə idi? Əsas zəruri hissəsi idi. Necə formalaşırdı bəs? Şagirddə formalaşdırdığı bacarığa uyğun olaraq biz onu nə edirdik? Müəyyənləşdirirdik. Ana xətti idi, leitmotiv idi, dəyişmirdi. Hər fənnin özünün ayrıcana məzmun xəttləri var idi. Amma bu məzmun xəttləri 1-ci sinifdən 11-ci sinifə qədər dəyişmirdi. Həmin məzmun xəttləri belə deyək də, həm də sahə kimi adlandıra bilərsiniz siz bunu ki, həm məzmun xəttidir, həm sahədir, yəni eyni sözə gəlib çıxır. Bu nə üçündür? Ümumi təlim nəticələrini reallaşdırmaq üçün bir yoldur. Və biz ümumi təlim nəticəsini reallaşdırmaq istədiyimiz bu yolda bir fənnin bütün məzmun xəttlərindən istifadə edirik. Yəni, fənnin özünə aid olan məzmun xəttlərinin hər birindən nə edirik? İstifadə edirik. Ümumi təlim nəticələrinə çataq. Və dediyimiz kimi, burada hər bir fənnin özünə aid olan məzmun xəttləri göstərdik. Əsas standart haqqında bayaq danışdıq ki, ümumi şəkildə ifadə edirdi nəyi? Məzmun xəttini, məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirirdi və dedik ki, bilik bacarıq nə vaxt reallaşırdısa, onda nə olurdu? Əsas standart dəyişirdi. Əsas standart bəzən dəyişirdi, daim dəyişmirdi. Sonra alt standart haqqında danışdıq. Dedik ki, şagirdin bilinə, bacarığına qoyulan dövlət tələbidir. Dövlət tələbinin müxtəlif xüsusiyyətləri var idi. Bu xüsusiyyətlərini hər birini sadaladıq. Dedik ki, nədir? Məzmun standartı həm də alt standart adlana bilər. Yəni, sinonim sözlərdir. Təlimdə davamlı inkişafı təmin eləyir. Strategiyaları müəyyənləşməyinə kömək eləyir. Təlimin məqsədi, yəni dərs üzrə təlim nəticələri, gündəlik təlim nəticələri, gündəlik dərsin məqsədi alt standartdan çıxarılır. Summativə aparmaq üçün bizə kömək eləyir. Summativ ona uyğun aparılmalıdır daha doğrusu və təlimdə inteqrativliyi nə edirdi? Təmin eləyirdi. Bundan əlavə, son olaraq bir şey deyim ki, hansı ki, təkmilləşdirilmiş kurikulumlar var, həmin kurikulumlarda biz alt standartı elə təlim nəticəsi kimi götürürük. Təlim nəticəsi kimi elə alt standartın özündən istifadə edirik və alt standartdan əlavə təlim nəticəsi çıxartmırıq. Bunu da deyim, bilin. Yəni, burada yazılan 4-cü uyğun olaraq deyirəm. Belə, bugünkü dərsimiz bu qədər idi.